Hiller Gölü Avustraliyada harda yerləşir? Materik adasında. Hansı ada? Middle. Aferin. Yaxşı. Mənə de görüm kızım. Avustraliyada en az hövzə hansı hövzədir? En az Sarıçam. Tamam. Fatimə, Avustraliyanın axıtdığı çaylar dünya okeanına neçə faiz su tökür? 1 faizden az. Ay sağ ol. 3'e de plus getdi. Xatirə, krik nə deməkdir? Peki kurulmuş sayıları nerede? Hansı mövsümdə ancaq olurlar? Yağış yağında. Tamam, qəbul edirəm. Bahar, mənə də görüm. Kabur Rabasa hansı çayın üstündədir? Zambezin üstündə. Kariba hardadır? O da Zambezi. Üçü də cavab verdi. 3 dənə göl deyirəm, Xatirə. Hansı daha dayazdır? Tanganyika, Nyasa, Çad. Çad. Nəyə görə Çadı götürdün, o ikisini götürmədin? Aha, o ikisinin səbəbi nədir mənşədə? Tektonik sınmadan var, düzdür. Mənə də görüm. Victoria nəyə görə Tanganyikadan dayazdır? Çünkü tektonik eğimleri yetişir ama Tanganyika kırılmada kırabilir. Aha. Tanganyika geosinklinal, yəni ki, yenidən peydalaşan sınma ərazisindədir. Ancaq Victoria isə platformada sineklizdədir. Ona görə daha dayazdır. Yaxşı. Sonra sənə sual verirəm Fatimə. Tamam. Parana çayı mənbəyini hansı yayladan götürür? Braziliya yaylasından götürür. Parana çayı hansı körfəzə tökülür? Lapata körfəzinə tökülür. Parana çayı haçan bol sulu olur? Yay. Onun yayları hansı aylardır? Aha. Doğrudur. Üçünüzə də götürürəm. Kitabda olanların hamısını tapırlar da.